İnşallah o günü de görer yavrum. Hiç narahat olma. Hörmətli Hatem Xanım, Canişin cənablarından sizə məktub. Canişin cənablarına bizim çok büyük hürmetimiz var. He? Ona bizim ihtiramlarımızı çattırarsınız. Verin görüp ne yazın. Təşəkkür edirəm hörmətli Hatem Xanım. Çox sağ olun. Bilməliyik, Şahbaz abi. He? Şahbaz baba. Bak bu Canişin cənabları bize ne yazın. Əmi, Hacı. cənab Canişin yazıb bizə bildirir ki, He. Parisdə, Harda? Parisdə He. məşhur alim bizə qonaq gəlir. Bize gel. Ha, bizə. Meşhur ağrım. Her şey. Eşidirsen arba. Eşidim. Paris'ten mehşur alim bize konak gelir. Ay hoş geldin. Sefa getirin. Gel bir sana ne demeyeyim yaxşı. Özün yaxşı bilirsin. Konağı yaxşı karşılayır. Yaxşı da yola salmak lazımdır. Sen hazırlıklara başla. Sen hiç narahat olma Adem Paşa. Tamam. O cihette xətircəm ol. Tamam. Ben getdim, hazırlığa başlayalım. Gel ay kalk. Geldim Hakan, geldim. Haydi gelme. Bu ne işiydi başımıza geldi? Şahbaz bala. Bəli, əmi. Gel direktöre biz yiyin. Buyurun. Hoş geldiniz. Hoş geldiniz hürmetli Müslüman Jordan'a. Buyurun. Hemşe siz gelirsiniz. Hoş geldiniz. Bak böyle hoş gelip sefa getirsiniz. Salam aleyküm. Katamkan aga, Bəli, Hatem Xan ağa. katamkan Bəli, aga, bəli. katamkan aga, He. katamkan aga, katamkan aga, Ayvalık. katamkan aga, katamkan aga, Buyurun əyləş. Eyleşin. Ha. O. pardon, merci, Hürmetli Müslüman Jordan'a. Sizin gelişinize Qarabağımızın en güzel musiqiçilərini dəvət eləmişik. Hə.
əliniz, qolunuz var olsun. Eliniz, kolunuz var olsun. Ah. Əyləşin. Ah. Oh, merci. Ah. Hörmətli Monsieur Jordan əvə. Ah. Biz sizin gəlişinizə Ah. gördüyünüz kimi ən dəyərli musiqiçiləri dəvət edəmişik. Perfect. Və biz Canişin Oh, cənablarla tanışın cənabları. Ah. əyləşin. Ah. Minnətdarıq ki, sizin kimi dəyərli bir qonağın bizim evə gəlməyini məsləhət və özünüzə boş bilirik ki, sizin kimi dəyərli bir şəxsiyyəti Qarabağımızın ən gözəl yerlərindən tanış edir. Merci, Kətəmkənəqa. Merci. Ah, Kətəmkənəqa. Haycan, İcazə verin. Mən də öz təşəkkürümü bildirim sizə. Ah. Şəxsi. Pardon. Ah. Pardon. Kətəmkən əgər. Oh. hə. Və Şahbaz Bey. Oh. Şəxsi. Mən çox minnətdaram ki və pardon, xoşbəxtəm ki sizə qonaq düşmüşəm. Sizə qonaq düşmüşəm. Qağaba viqayetinin sorağını eşidib gəldim. Fransa'dan bura. Xoş gəldiniz. Hoş geldiniz. Cenab Canişinə də ən gözəl evi mənə göstərdiyinə görə minnətdaram ona da. Həkim sahib, biz də sizə minnətdarıq. Merci. Amma buyurun əyləşin də, ayaqda qalmayın. Merci. Qədəmkənədə Bəli, demək olar ki, hə. mən dünyanın yarısından çoxunu qazmışam. Amma bitkiləri ilə qoz oxşayan, təbiyyəti ilə adamı xeyran qoyan Qağabaq viqayeti kimi bir yer görməmişəm. Qədəmkənədə. Haycan. Şəxsi. Ben Mən istərdim ki, Hə. mən istərdim. Mən istərdim ki, Hə, o, hə. Şəxsi. Hə. Mən istərdim ki, Kətəmkənəqa. Mən istərdim ki, bütün bunlarla tanış olub, ağaçlığım ağalara baxım, sizin Qarabağ atları. Kətəmkənəqa. Sizin Qarabağ xalçaları, Qarabağ bitkiləri, Pardon, Kətəmkənəqa. Qarabağ bitkiləri. Kuşları. Qarabağ bitkiləri. Kakotu. Sizin Qarabağ yeməkləri. Nəyi bala? Yeməkləri. Nəyi? Nəyidir bu? Yeməkləri. Yeməkləri. Mən istəyirəm bütün bunlarla tanış olan, ağaçlığım ağalar baxım və bütün dünyaya tanıtım. Allah köməyin. Allah qorumayın olsun. Nə deyirəm? Tanıdırsan, tanıt. Merci. Amma əvvəlcə əyləşin, Paylaşın. sonra tanıdın. Buyurun, hə. Merci. Hörmətli Monsieur Jordan ana. Bizim Qarabağ atlarını... Qarabağ qəzə. Qarabağ
Xalçalarını. Xalçaları. Qarabağ muğamını. Qarabağ bitkilərini. Dünyada tayı bərabəri yox. Yox. Deyəsən bu hər zadı qanına. Əmi. Alimdir. Adam. Əlki, bir dəqiqə zəhmət olmasa, yordan ağa. Buyurun, tanış olun. Bunlar mənim əyanlarımdır. Ayanları. Arvad uşaq. Arvad uşaq. Yordan ağa. Bir yerdə burada. Arvad uşaq. Tanış olun. Mənim arvadım Şəhrəbanu xanım. Şəhrəbanu. Yox, Şəhrəbanu. Şəhrəbanu. Ne? Hoş gelmişsiniz. Hoş gelmişsiniz. O da mənim qızım. Şərəfnisə xanım. Xanımdır. Şərəf pisa. Sən yox balam. Nisə? Şərəf pisa. Ne? Hoş gelmişsiniz. O da bizim qulluqçumuz Xampər xanımdır. Kamperi. Yox, Xampər. Kamperi. Hoş gelmişsiniz. Hoş gelmişsin Şəhrəbanu. Hoş gelmişsin. Hatem bana Ay can, Hatem bana ay can. Deyirəm. Bizim şərəfli seylə Şahbazın toyu barədə nə fikirləşirsən? Ay arvad, Şəhrəbanu xanım. Görmürsən ki, necə dəyərli bir qonağımız var, hə? Oy qonağı sağ-salamat yola sala. Sonra toy haqqında bir şey. Hatem xanım. Ay can, Hatem xanım. ay can. Sən bu toyu tez elə qurtar. Həm də bunun ona nə dəxli var ki? Elə həmin toyda da qonaq otuzdurar düz məclisin yuxarı başında. Bərəkallah. Qoy bizim toyun sədası Qarabağda Parisə kimi gedib çıxsın. Bərəkallah. Bütün Qarabağ danışsın toyumuzda. Toy danışsınlar. Desinlər ki, Hatem xan ağanın qızının toyuna Parisdən özünə məxsus qonaq təşrif gətiribdi. Ay bərəkallah. Bərəkallah arvad. Vah, düz buyurun. Bax, o çıraq haqqı. Mən onlara bir toy çaldım. Bir toy çaldırım ki, toyun səsi necə ki Qarabağdan yayılır, eləcə də Parisdən yayılsın, hə? Sən hazırlıqlara başla. Çox sağ ol Hatem xana da. Çox sağ ol. Onda bir 20 günə toy başlayar. Yürümü günə? Hə də Hatem xana da 20 günə. Ana, 20 günə. Nə deyirəm? Olsun 20 günə. Olsun. İnşallah yaxşı olur. Nəysə, mən gedim görək o qonaqlı indirək orada. Hə, bir orada. Ana. Şükür sənə ay Allah. Gülmədi. Bugün də gördüm. Xampəri. Ay Xampəri. Xampəri. Ay gəlir. Ne oldu? Ay bilirsən nə oldu?
Şərəflisən. Ana. Sən ağlayırsan. Buyur. Niyə ağlayırsan? Şükür Allaha. Atansan, anansan. Gözəl göyçəyə daxlında, gözünün qabağında. Yeməyin bol, geyimin bol. Dəxi niyə ağlayırsan? Ana. Kapeli. Nerede bak ağlıyordu? Çocuqlu. Ay ana. Ben niye ağlamalıyam ki? Şükür Allah'a. Anamsan, atamsan. Oy. Şərəflisən. Bəs niyə demirsən ki, gözəl göyçəyə daxlında, gözümün qabağında. Allah'ım kimdi? Şərəflisən. Bəs əmin oğlu Şahbaz bəy kiminə daxlısıdır? Allah'ın izniyle atan 20 güne size bir toy vurduracak. Terfi bütün Qarabağda söylenecek. Ay Allah. Anam neler danışır. Şahbaz. 10 günden sonra çıkıp gelir. Atam kime toy tedariki görürler bildir ha. Şeref ise Şahbaz yedir. Öz yanından söz çıkartma. Sana kim dedi ki Şahbaz yedir? Özü dedi. Yaxşı. Özü hara gelir? Paris'e. Paris'e? Yaxşı. Şahbaz kimden gelir Paris'e? Konağımız Monsieur Jordan'dı. Oy! Onun oradan alıp vereceği. Hı? Ne bileyim. Monsieur Jordan bunun beynine salıptı ki Tamam. Paris'te meclislerde kızlar, gelinler oğlanlardan üz açık otururlar. He, böyle başka zatlar da değil. Onu tutmayabilmərəm. Ne görək? Dedi ki, əvvəlcə əlimdən rüşvət istəyəcəm. Əgər verməsə, gecə atı minib, Arazın otoya keçib, Monsieur Jordan'la görüşüb gedib, Paris'i seyr edəcəm. Oy! Xampəri. Ay xampəri. Xəbərim yox. Get satılmaz. Şahbazı bura çağır görünür. Bu necə sözdür? Baş üstə xanım, baş üstə. Bu dəqiqə gedərəm. Hatəm xan ağayla Şəhrəbağlı xanım ölmüşdü ki, bir ev çəkədə gəlib Şahbazı Parisə aparar. Neçə dəfə dedim, ay kişi, bu uşaqların toyunu tez elə qurtar. Eşitmədi. Özünü vurdu uşaqlığa. Axırı belə oldu. Əmi dostum, nə var? Xeyr ola. Şahbaz, eşidirəm Parisə gedirsən. Bu necə sözdür? Gedəndən olar əmi dostum. Gedərəm də, qaydaram da. Şərəflisəyə Paris qızları başına örtəkdən alıb, sovqat da gətirərəm. Paris kızlarının başlarına örtdükləri örpək mənə lazım değil. Al o örpeği, onların başını ört ki, Qarabağdan onların havasına yerlənib uçursan. Yaxşı deyil. Aldığın örpəkləri ört Paris qızlarının başına. Şərəflisiyə lazım deyil. Öyle bir de görüm ha. Sen öz başınasan. Ya atan yerinde bir böyüyün var. Əlbəttə, əlimdən izin almamış gedə bilmərəm. Monsieur Jordan özü ondan rüsvətimi alacaqdır. Yaxşı, get. Sen tamam azıqsan. Yolundan izindən çıxıbsan. Ben bu saat Hatəm ağanı çağıram görüm ha. Monsieur Jordan kimdir ki Şahbazın başını toplatır, Paris'e aparır? Hem de soruşaram ki sen necə Paris'e gedirsən? 20 güne senin toyundu ay Şahbaz. Necə? 20 günə
mən öz hakimlə evlənməyəcəm. Toy eləməyəcəm. Bəli, evlənəcəksən. Yəni gərək 2 il bundan irəlidə sənin toyun olaydı. Əgər şərəflisə çox uşaq olmasaydı, sənin kimi uşaqlar subayda almaqdan pis-pis yollara düşürlər. Oğurluğa, quldurluğa qurşanırlar. Həmi dostum, cəmaatın uşaqları aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanır. Mənim Allaha şükür nəyəməz ki? Bəs o hansı dilənçilərdir ki, oğurluq, quldurluq edirlər, yollar kəsirlər. Sən Allah adına zor vermə, gel işinə. Xampəri, ay xampəri, Hə, xanım. tez elə. Atın xanağaya deyil, gəlsin. Xanım çağır. Başla. Vacib işi var. Başla. Bu fransızlar necə naşükür xalq olmuş. Heç yaxşılıq bilməzmişlər. Ən axmaq, hər Allahın günü. Səhərə Monsieur Jordana yağ gərək, bal gərək, qaymaq gərək. Axşama bozatma gərək, pulov gərək ki, gedib öz ölkələrində deməsin ki, Qarabağda qonağa qulluq eləməyi bilmirlər. Tamam, yaxşılığım əlimdə qal. Gəl bundan sonra bu xalqa yaxşılıq et. Ne oldu baya bak? Niye böyle tələskə mən çağırırsan? Nə olacaq? Yedirib içirib bəslədiyin qonağın, qardaşın oğlun başında ovlaşdırıb Parisə aparır. Necə? Monsieur Jordan Şahbazı Paris'e aparır. Kim değil? Mən deyirəm. Şahbaz ödülü şərəflisiyə deyil. Əşi, Şahbaz bilir ki, sənin kızının qəlbi kövrəkdir. Ona göre özü sataşıb ona, hə? Deyirəm, analı qızlı 2 pullarımız yoxdur. Hər sözdən ötürü yerinizdən olur. Sən ərzadı boşdursan. Cahil uşaqdır be. Oh, Monsieur Jordan. Bir para sözdən uşağın başını ağlından al, ağlın başından alıb. Kişisən. Qan olmaz ki, ikisini də çağır. Soruş görür, bu nə məsələdir? Maşallahı sevərsən çıxırma. Deyə bax, bu saat çağırıb sənin yanında soruşam. Hövsələn daralmasın. Çağır. Həkim sahib. Həkim sahib. Şahbaz bala. Bir biraz elmas çəkin. Buyurun həkim sahib. Əyləşin, buyurun. Merci. Əyləşin. Həkim sahib. Kulağıma belə bir söz gəlib çalıb ki, siz bizim bu Şahbaz bəyi Paris'e aparmaq istəyirsiniz. Bu nə söhbət? Gedem Qanaqa. Bu sözü mən özüm sizə deyəcəkdim. Axı xeyifdir. Şahbaz bəy kimi qoca, cavan, zirək, sahib savad oğlan Fransız dilini bilməyər. Allah köməyiniz olsun. Allah amanı. Gedem Qanaqa? Bəli. Mən mən taahhüt edirəm ki, Allah sizdən razı olsun. Allah sizdən razı olsun. Mən taahhüt edirəm ki, Şahbazı özümlə Parijə aparım, onu öğrədib, geri qaytarım. İndi də mənimlə otuğum durmadan bir pağa kalema kalimati xifsini Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Əyləşin həkim sahib. Ayaq üstə qalın. Merci.
Şahbaz bala, Ah, dönem. bu doğrudur ki sən Parisə getmək istəyirsən? Əmin, əgər müsbətiniz olsa, Monsieur Jordan'la gedərəm, yenə özü qayıdıb gələrəm. Nə səbəbə balam? Fransız dilini öyrənmək. O dil sənin nəyinə lazımdır əzizim? Sənə lazım olan ərəb, fars, türk, bir də rus dilləridir ki, Allaha şükür, dövlət əlliyyəmizin şəfqətindən açılan məktəblərdə hamısını oxuyub öyrənirsən. Hə? Əmin, o dil mənə çox lazımdır. Mən istəyirəm ki, Monsieur Jordan'la Parisə gedəm, həm fransız dilini öyrənəm, həm də Qarabağ adət ənənələrini, məşhur Qarabağ atları, xalçaları, muğamı, mətbəti haqqında fransız xalqına, eləcə də digər xalqları özümüzdən danışıb təbliğ edeyim. Həm də zəmanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə də oranın da adəti və təbbasından xəbərdar olmaq lazım gəlir. Nəyəydi bu, balam? Əgər istəyirsən, onların da adət və xəbbasını bilginəm. Belə olan surətdə, əgər Parisə getməsəm, oranın adət və təbbasından necə mütəlli ola bilərəm? Çox asan. Çox asan, balam. Necə ki, bunları mən bilirəm. Hə? Necə? Ancaq Monsieur Jordan'ın sözlərinə qulaq asmaqla, onu eşitməklə bəs salır. Gedəm qələqa! Ay bala! Gedəm qələqa! Gedəm qələqa! No, no, bala, no! No. No! Şapsi? No. Allah düşər. Əmin yaxşı. Əmin, Hə. mən qanmıram ki, siz oranın adət və təbbasından necə xəbərdarsınız? Mən sənə bu saat qaldıraram, bala. Bax, elə bu saat qaldıraram. Yəqin mənə hasil olubdur ki, bizdə nə adət və həvva var isə, əksi Paris əhlində. Gedəm qələqa! Gedəm qələqa! Şapsi? Ay şapazalım əlini. No, gedəm qələqa! Bala, no, no, no. No nədir? Misal. Bala, biz əlimizə həma qoyarıq. Bəli. Hə. Onlar qoymazlar. Qoymazlar, yox. Gördün mü? Bala, biz başımızı qırparıq. Hə. Onlar başlarına Türk koyarlar. Türk. Sizi bunu deyirlər, də başqalarına Türk koyurlar. Bala, biz aşkara peşkeş alarıq. Onlar gizlində alırlar. Haramdırlar. Hə. Ay bala. Bizim arvadlarımız gödək libas giymez. Bəli. Onların arvadları uzun libas. Gedəm qələqa! Şahbaz bala. Bizdə çox arvad almaq adətdir. Onlarda çox kişi almaq. Böyle. Əmin, Hə. bax bunu başa düşmədim. Nəyə başa düşmədin ay bala? Çox arvad almaq ondan ibarətdir ki, bir kişi bir arvada iktifa eləməz. Hə. Çox kişi almaq ondan ibarətdir ki, bir qadın
bir kişiyə iktifa eləməsin. Dəmi Parisə getmək niyyətindən düş. Gedərkən ağa, icazə verin. Mən də bir iki kəlmə arz edim da. Əgər rüsxətiniz olsa, Həkim sahib. ha, Vallahi, ha, billahi, bizim sizə çox böyük hörmətimiz. Allah qalanını saxlasın. Sizin də. Amma əyləşin, O qardaşınız. sonra ərz eləyərsiniz. Buyurun. Gedərkən ağa, Evet. mənim dəstim bu idi ki, Sen de hiç bilmiyorsun. benim dəstim bu idi ki, Ha. şapası tərbiyəsinə, özü mütəveccih edib, Allah senden razı olsun. Allah səndən razı olsun. O adı nedir? Ulumunu məqədri məhdud ona təqdim edib, bizim kığalla tanış edin. Va bizim kığıl. Allah balanı Allah saklasın. balanı saklasın. Bizim kığaldan ona Şahbaz Bey'e bir para bahşiş alıp geri qaytarın. Gedərkən ağa, Hay sonra. əgər mən Ha. Qarabağa qalmasaydım, pardon, gedərkən ağa, Tamam. əgər mən, Qarabağa qalmasaydım, Ha. pardon, Tamam yapsın. kim biləcəkdi ki, Qarabağın dağlarında bu cür otlar mövcuddur. Çöpü değil. Çöp oldu. Kakotu. He. İndi mən bura gəlmək səbəbi deyirəm. He. Fahişin, edab, dağ elmine ispat edeceğim ki, buna bakın, Qarabağın dağlarında kasratla mevcuttur. Ve ben buna bakın, tetkik ve habasını müeyyen edip bütün dünyaya çaktıracağım. Yok, oradan yok. Kuzu keserim sana. Nönünü kuzu, Melemen. nönünü melememiş. Həkim sahib. Ha? Buraxma. No. Nönünü. Pardon. Əylə. Gedəbkənə no. No da, bax görürsən axırda belə olur. Əmin, Hə. Adana, icazə verin biz oradan Parisə gedir. Əgər mənim xoşbəxt olmamı istəyirsinizsə, belə fürsət bir dələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz iqrar etdiniz. Həkim sahib. Bizim bu Şahbaz bəy nə qədər müddətə Parisə gedib qayıdacaq, hə? Bir il çəkər gedib gəlməyi ziyadə çəkməz. Bircə. Bir dəqiqə zəhmət olmasın. Şimdi gəlirəm. Dəxil eləyə yapma. Uşaq, getmək istəyir. Qoy get. Bu həkim sahibdir. Bir yaxşı adamdır.
Onun yanında bir para mərvət kəsməyəcək. Yaxşı yamanı tanıyar, birilə də çəkməz, hazır olar Qarabağda. O vaxtda kimi Kişi! yox. Sen ne danışırsın? Yavaşdan. Bunların hamısı bəhanədir, bəhanə. Nədir bəhanə? Şahbaz istəyir geçsin Fransada. Hə. Mərkizlərdə, yığıncaqlarda. Üz açıq, qızlarla gülsün, konuşsun, belə eğlənsin və son. Otur. Şahbaz Bey, Üz açık bizden ne o? Otur. Buyurun. Ay yavrum. İyi, Allah. Şəhrəfəli xanım. Dəfə mən neyim, hə? Bazarsan, özürsən. Göydə uçan kuşu əyləmək olursa, şahbazı da bir hər əyləmək var, hə? Əgər ruhsat verməsən, atalar minər atına, keçər düz Arazın o tayına. Arazın o tayı. Otur, bala, otur. Ay şahbaz, otur. Ondan sonra mən şahbazı hardan hə? Məyər bilmirsən ki, necə höcətdir? Mən ondan höcətəm. Ayar bax, burada bizi qəbul eləmə. Neyler ha? Yavaş dur. Mən ha? Şahbazı hadisə getməyə qoysam, mənə də şəhrabanı deyərlər. Görərsiniz. Sən də öz bildiyindən, siz də öz bildiyinizdən, belə mən də öz bildiyimdən. Bilirsiniz ki, bu arvadların işi hətadır. Arvadlar! Hoş geldiniz. Hamperi. Ay Hamperi. Ha hanım. Salam aleyküm. Hamperi. Bilirsən iş necə keçdi? Necə keçdi? Hə. İş belə keçdi ki, hə. Şahbaz gedir Parisə. Sən ondan ötürü çağırdın ki, bir əlacın varsa eylə. Bilirsən də, Hatəm Panağa bir kamuradız kişidir. Ömür yaxşı başladı. Sonra birden boşaldı. İstiyor oradan Allah kurmuşlar. Şahbazın bir para sözüyle yerinden oldu. Bəs bunu Allah götürer mi? Yok, götürmez. Şahbaz gitsin Paris'te köfelesin. Benim gül yüzlü, ay yüzlü uşağım. Burada gam tüpümsün, ay Hamperi. Sana sabah dönsün. İnceli bir de dönsün. Ay Hamperi, Hamperi. Əlacın varsa elə. Əlacıdır ki, nə lazımdır ki, Hatəm Panağa ya da başqasından minnət çəkəsən. Göndər gedim qonşumuzdan, Qızılbaşdan, gedim məsələni şahın gətirim bura. Bu işi az zərsin. Mən də onun cavabısına gücünə eşitmişəm. Ama biraz seksike diyem. Bu iş çok çətin işdir. Sen onun cavabısından bir şey bilirsən. Hanım, bilirəm. Hanım, avcı bəlli, Kərim Koxanın qızını sevgilisine o qovuşturmadı. Muğallı səbər kişinin qızını əlindən boşaltdırıb oynacına o verdi. Kərim Qəmbərin oğlunu itilik yoldan eləmədim ki, başlarına dalmasın. Mən onun cavabısında bir hikmət görmüşəm. Gel. Ay gözüm Hamperi, canım Hamperi. Sen dayanma. Gel oğlunu gönder, mesleği çalsın. Desin ki,
Xanım çağırır. Hər nə istəsə vəd elə. Birin. Gərəkdir ki, axşam çıraq yanana dək. Burada hazır olsun da göstərişəm. Get. Nə istəsə ver. Baş üstə xanım, baş üstə. Hanım. Ancaq nə olar? Hakan xan ağayla Şahbaz bəy bilməsin ha. Əgər bilsələr, onu öldürərlər. Məni də sağ qoymazlar xan. Narahat olma xanım. Mən bu saat gedərəm. Hakan xan ağayla Şahbazı deyərəm getir yuxuya baxın. Gələndə də yıxılıb yatsınlar. Şərəfli sənin otağında. Mən burada deyilirəm. Biz də burada su qoyub Şərəfli sənin başın yuyub çimizdiririk. Rüya. Get, dayanma, qaçın. Baş üstə xanım. Get, ay xanım. Başıma gələn. Hay Allah, qurban olun, nə olur. Sən özün bana yardımcı ol, nə olur. Az da olsa yüreğim rahatladı. Yok olsun o ülke ki orada cadı piti olmasın. Şərəflisə, Qadana, bilirsən bugün nə oldu? Əmi dostu, Müsyo Jordanın yanında əmmin üstünə çırçırçılırdı. Məni də hədələdi. Şahbaz, sənin öz elədiyindən heç xəbərin yoxdur. Əmi dostunun üstünə çığırmağı gözünə görsənir. Qadana, mən axı sənə neynəmişəm? Özün yaxşı bilirsən neynəmsən. Bu şəkilləri sən gətirib mənə demədin ki, Parisdə qızlar, gəlinlər, oğlanlarla üz açıq oturub dururlar. Mən də Parisə gedəcəm. Heç mən bu şəkilləri utandığımdan əmi dostuna göstərməmişəm. Bütün Parisin qızları qurban olsun sənin bir günə. Mənimki sənin tək gözəl yarın var. Behiş nuriləri gözümə görünməz. Sənsiz mənim bir günüm olmasın. Sənsiz mənim bir günüm olmasın deyən oğlan buradan durub Parisə getməz. Sən heç məni sevmirsən. Doğrudan sən məndən belə bədgüman olursan. Mənim ürəyimə bir ox vursaydın, bundan yaxşıydı. Soruş gör, Parisə nə səbəbə gedirəm? Niyə soruşum ki? Səbəbini özün hamıdan yaxşı bilirsən. Səbəbi deyib bunlardır. Vallahi yox, səbəbi bunlar deyil. Sən bilirsən. Mənim paytuşlarım hörmət qazanır, qulluq edir, xoşbəxt olurlar. Mən ama qalmışam bu qamışlıqda, adsız, sansız. Adsan qazanmaq istəyirsənsə, başqa şəhərlərə get də. Get ki, əl çatsın, ün çatsın. Həm də ki, bizdən Parisə nə gələn var, nə də ki gedər. Doğru deyirsən. Amma gərək adamın hər işdə vasitəsi olsun. O bir şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub, məni qulluğa qoyduracaq, hörmət qazandıracaq. Amma bu Müsyo Jordan var ha, bir yaxşı adamdır. Məni də sevir, ocağımızı da tanıyır. O məni Parisə aparıb həm dili öyrətməkdə, həm də krala tanıtmaqda məşhur olar. Qaydandan sonra da hər yerdə yerim olar. Sən o poşaların əlindən sağ-salamat gələ bilərsən ki, gələndən sonra da adam kimi oturub durasan. Sən Parisə gedə bilməzsən. Gedə bilsən, öl! Gəldin sən. Gəldim əmi.
Cehennemden gelmişem. Ben bir köhne dervişem. Cehennemden gelmişem. Zamaneni dolayı parmağıma sermişem. Zamaneni dolayı parmağıma sermişem. Geldi de kafedendi, ben çuval kerendi. Dümbülü çuval çuval, diyendi. Bir köhne dervişem, çok sifetler görmüşem. Ben bir köhne dervişem, çok sifetler görmüşem. Doğru söze hemşe, erişken dedim gülmüşem. Doğru söze hemşe, erişken dedim gülmüşem. Takide de kavfedendi, beçerav kerendi. Dümbeli cumal cumal, diyendi. Salam aleyküm. Baba demiş. Selamun aleyküm hanım. Hanım, buyurun eyleşin. Hanım, mənə nisbətinə qulluğunuz. Buyurun, can baş ilə yerinə yetirməkdə müzahidə yoxdur. Hoş gelmişsin baba derviş. Baba derviş. Bir cüzvi. Bir gülüşten ötürü sana zəhmət vermişim. Məhvlər belədir ki. Bizim Şahbaz yolundan azıb. Paris'ten bir qonağımız var. Xəyalımdadır ki, ona qoşub Paris şəhərinə getsin. Mənim bu gülüzlü uşağımda onun ədaqlısıdır. Nə qədər Hatəmxanalar. Mən də yalvardık ki, 20 günə toyundu. Qulaq asma. Gərəkdi ki, elə bir iş tutasak ki, Şahbaz Paris'e gitmesin diyor. Monsieur Jordan ona mercezi aparmasın. Ay baba derviş. Hanım, bu yüngül cüzvi iş değilmiş. Çox böyük və çətin işmiş. Gərəkdir ki, mənim cadumun əsəri ya Monsieur Jordan'ı, ya Paris'in başında çatlasın. Məsələn xanım, əgər mən Şahbaz bəyə əl vursam, lazımdır ki, onun bədəninə cın müsəlləsin. Sen sakla. Amma olsun ki, o bu işdən qorxsun, əqlinə rəxlik. Ya azarlasın, ya çolaq olsun. Çünki uşaqdır, cavandır. Ay baba derviş. Ben istəyirəm ki, Şahbaz bir dəqiqə belə gözümdən getməsin. Necə razı olaram ki, o bu vəziyyətə qalır. Sağlam lazımdır. Bu surətdə mən gərək divlərə, ifritlərə əmr edib ki, Parisi xərab etsin. Altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi bu səfərin xəyalı aqlindən çıxartsınlar. Dəyərli xuduzuna da əmr edim ki, Monsieur Jordan'ı boynum vursun. Xanım, o işin bundan başqa heç yox. Yok. Baba derviş. Onda belə. Məli kıldızına denək. Bunlar ki Arazı otaya keçirlər ha. Orada Monsieur Jordan başı vurulsun. Şahbaz da tek qalıb, qayıtsın evə də. Olmasa gitməz. Bu mənim şimdi xanım, nə şübhə yeridir canım. Məyər siz eşitməmisiniz ki, mən bir neçə şərtinə əmr etmişəm ki, Şişə qalasında usulü və şeyx mollalarının arasında fitnə fəsad salsın. Onun üçün ki, onlar minbərə çıxıb aşikara, cəmaətə qəz edibmişlər ki, camikünə və s. inanmasınlar. Xub, Murava desəm yerindən qop, qopmaz mı? Qoparam, qopar. Araza desəm axmaz, axar mı? Axmaz ağam, axmaz. Dərdinə sirgə. Hanım, gecə keçir, durmaq vaxtı deyil. Siz mənə deyin görüm, Monsieur Jordan neçə günə gələcək? 10 gündən sonra gedir. Çox yaxşıdır. İndi mən burada gözünüzün qabağında Parisin heykəlini qurub, onu burada pozacağam.
Paris'in altını üstüne çevirip onu yıksınlar. Merih ulduzuna da hüküm edeceğim ki, emredeceğim ki, Monsieur Jordan'ın boynu bulsun. Hanım, indi ne buyurursunuz? Cenabınız Monsieur Jordan'ın boynunun vurulmasını mı isteyir, ya Paris'in dağılmasını? Her ikisini baba dermiş. Onlara yazığımız gelmeyecek. İkisini. Oy arvad, sen yüreğin doştu nedir? Yazık halk bize ne eləyib ki? Evlerin imarətləri başlarımızda. Bizi bu belaya oradan çöp toplayan salındı. İşinle ol baba derdi. Ey ana, ne değilsin? Yazıktı Monsieur Jordan. Bu yayla qəribə güllərdən, çiçəklərdən, şahbazla dərib mənə göndərirdi. Deyirdi apar ver adaqlına, gürsün içirdi, bu yaylaqları gəzirlər. Hiç görübdümü bu güllərdən, çiçəklərdən. O məni öz qızı kimi çox istəyirdi. Mən özümü doymaram ki, Monsieur Jordan'ın boynu qırılsın. Paris yıxılsın, qızla gəlirdim qırılsın. Vallahi baba dermiş. Hiç bilmirəm nə var. Ne bilirsən elə. İşinle ol. Hanım, siz bana deyin görüm. Hatem Kara, Şıkkaz Bey indi. Yıkıya bakmaktan gelip o yukarıda yatıp. Hanım, bu işten lazım olsun ya indi, ya sonra bir kesim haber tutmasın ha. Narahat olmaz. İlla cazı eser bağışlama. Başlama. Narahat olmayı baba dermiş. O cəhətdən xətircə bu. Sən açılır başda görür. Kulağım elim, Bəli ana. kurcunu koy yere, Qoydum. ağzını aç. Ana mürtez oğlum mürtez. Kurcunun ağzını aç. İçinde eşkal çekilmiş tahta parçalarını koy bırak. Bıkahem ki, ey cani Paris'la, Zuli sana, acep bir çare. Korkma baba. Kamper Ay can. dur kapını bağla. Artık madam gelmesin. Hazır. İşini gör. Başla. İntayfeyli, İntay Bey. Zuli sana, Doğru zaman. gayrili mağduli. Ay baba dermiş. Ne danışırsan. Məqsəd oxuyuram ki, işimizi əvam olsun. İşinle ol. İndi nə buyurursunuz? Divlərin, ifritlərin əl-muzdunu kərəm edərsiniz. Baba dermiş. Divlere enam ne gerektir? Mənim divlərim İran sərbazıdır ki, müftə qulluq etsin. Yaxşı. Divlere ne kadar enam gerektir? Artıq istəmir. Nə qədər vəd etmişsiniz? 100 bacağı. Yüz bacaklı çok olmaz mı baba dermiş? Min şəhərə dəyən, min tümərə dəyən, kimər xərab edirsiniz? 100 bacaqlı çox. Qulaq mən, Bəli ana. beş qala. Var göstərən ana. Şereflisin ay şereflisin. Pul sandıkçasın getir valla. Gətirəm ana. Getir. Baba dermiş. Getirin pul sandıkçası. He. Bir qaldı xanım. Yadımdan şapka başlamıyordu. Ne bileyim. Ay valla toya hiç de kalmadı. Seni ana. Bəli! Paris şəhəri Əqrəb bürcünün altında vaqeymiş. Əbəb tamam. Bu o deməkdir ki, bu şəhərdən heç vaxt bəla əsri olmaz. Hanımlar, korkmayın. Ürəyinizi bərkin edək. Dərdəqə ho, xətən deyil. Bülbül kəha, kələn deyil. Bülbül çumu, çumu ha. Bir
Ya Melika. Ya Melika, Ya Selika. ya Melika. Ya Delika. Gel. Gel. Delika. Gel. Ya Melika. Ya Selika. Ya Delika. Gel. Gel. Gel Paris'i kaldır. Altını üstüne çevir. Hanım. Kardeşim hanım. Baba demiş. Deyin görün. Razı kaldım. Razı kaldım. Kaldım baba demiş. Gerekli ki bu haber tez çatan Monsieur Jordan'ı bunu kim çatır? Ne hayal edirsiniz hanım? Bir adam ki göz bağlayıp açana kadar bir şehri xarab eder. Onun haberi bir saatte, bir günde, bir 10 günedek bura çatmaz. Çatar baba demiş. Ancak ben istəyirəm, elə bu saat, elə bu dəqiqə, elə bu an Monsieur Jordan'a xəbər çatar, o da başımızdan onu toyma eləyəm də. Bakış takıldı. Bu kansa oldu. Bakış. Tıkıyerim. Tıkıyerim. Dimay. Bakış. Madam. Eğer ay Allah derdine Güzel sertene ha.
güzel payitaht. Bakayım, güzel sandınız. Bir türbe dileğimde Rihan kayan yakın olubudur. Akıllı gözümür bana açtı. Bu nasıl hırgı? Mundiyo. Ne oldu faydalı? Ne oldu? Geldiniz. Karama kaldı. Gelin. Ne demek ya bu? Gelin. Faydalı. Şahmaz Bey, sizin dağı... Ha? Allah. Allah, he. Sizin Allah. Tez beni hazır edin. Tez beni hazır edin. Özünüzü hatırladın. Beni ağacın odayına geçirdi. Kaydarsınız. Belə tez getməkdə səbəb nədir? Gördü. Nə gör? Gördü. Sen kapatsak bak, kara basmaları gel. Göğüne geldiğinde kara basın bunu. Basın kara duru olsun, bilmiyorum. O iş dağıldı. Bundansa ağa oldu. Güzel senden vihan oldu. Gedem kanaga. Haycan bala. Gedem kanaga. Haycan. Ele indice Hə. İngiliz konsolundan Hə. sizin divan beyiniz bana mektup getirdi. Ay, yenə məktub. Nə məktub? Mektupta yazır ki Nə yazır? kral bu ehvalatı bilenden sonra bana yazır ki Hə, nə yazır? ağacın kenarında Hə. London'a Hə. vacibi kağızlarla Hə. çapar gidiş. Ağacın kenarından bana müntazirdi. Eğer ben tahir etsem, çapar gider, özümü yalgız krala çattığına bilmenem. Bunluyor. Həkim Sami. Ay həkim Sami. Parisi kim dağ? Kim bir anlı? Allah tunacak. Ecinler! İfritler! Ödemeller! Alsın deyim, alsın deyim! Haydi, İfritler! Haydi. Haydi. Yaxşı, bala. Meral Hazreti! Stefre! Stefre! Həkim yaxşılamam sizmə. Stefre! Mondio! 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 Stefre! Ürəyin dayanmaq gelir. Yoxsa Paris'i sən dağıldın sanki dəxi mən ora gedədim. Yok. Allah olsun. Kur'an olsun. Ben hiç sattan haberim yoktu. Bax. Gör necə and içi. Gör necə şirindir də yaxasını qıran çəkir. Deyəsən niyə bitirirsən? Sən tək pərələr şahı Paris'i yıxdırıbsa, alaldır. Jordana gel. Ay Jordana. Jordana gel. Soruşacağım. Şimdi sen bizim şapkalarınla bunu yaparsan şapkası. Bəli, mən də gedirəm. Paris'e. Siz ne danışırsınız hanım? Ben özüm başımı koymaya yer tapınam. Arap kaç. Şapkası Arap kaç. Ha, kadınlarım ne olur mazazir eleyeceğim. Stefre. Mondio. Mondio. Stefre. Bu nə işiydi başımıza gəldi? Şahbaz bala. Gəl gedək görək biz neyirik. Paris'e. Sən də Paris gəl. Əmim,
dağılmağından başqa şəhərlərdə bərbad olan. Hə. Ay xanpəri, təəccüblü o deyil. Təəccüblü budur ki, bu kişilər əvvəlcə bizə deyir ki, cadüktüyünə belə adaleti yoxdur. Heç inanmamaq olar ki, gözümüzün qabağında bir verişlər olur. Ey ay xanım, kişilərdə ağıl var ki bəyəm.